Sizin auditoriyadan ben yararlanıp bütün devlet makamlarına ve milletimizin beyin merkezlerine müracaat edirəm ki, İranda baş verən müharibə və davam edən müharibəni biz, en çok bizə aidiyyəti var, biz analiz etməliyik. Niye bu savaş başladı? Niye zaman zaman Orta Doğu'da İsrail'in gücünlənməsinə neden olan İran, İsrail məhv edərik deyən İran, İsrail'in dünya dövlətlərini sırtına alıp Orta Doğu'da gücləndiyi bir zamanda ne oldu ki onlar İran'la savaşa girdiler. Onsuz onlar sınırlarını böyüdürdüler, daha güclü olurdular. Hatta Qazaxıstanı o sazişlərə cəlb edirdiler, doğru mu? Bu ne oldu? Belə bir sınırları böyüdüyü bir yerdə, nüfuz dairələri daha çok genişləndiyi bir zamanda İran'a savaş açtılar. Niye? Axı İran faktorundan istifadə edib bunları eləyirdilər də. İran bizi əzər, biz məzlumuq deyib bunları daha çox eləyirdilər də İlhan bəy. Ne oldu? Onlar gördü ki, onların 1925-ci ildə niyyətlənib qurduqları dövlət əldən gedir İlhan bəy. Gördülər ki, 1925-ci ildə Türk xənadanını qurub faşist kuklalarını hakimiyyətə gətirdilər. Bir zaman Şah, sonra Molla cildinde oranı idare etmeye çalıştılar ve nihayet alıştılar ki bu mollaların içerisinde, bu bürokratiyanın içerisinde öyle bir güç formalaşıp ki o güç İran'ı Türkleştirir. O güç İran'ı 1925. yıldan önceki dövrə aparır. Onun karşısını almak için İran'a savaş açtılar İlhan Bey. Onlar Türklükle savaşmak için savaş açtılar. Türklüğü məhv eləmək üçün savaş açtılar İlhan Bey. Türk'ü Türk'e kırdırmak için savaş açtılar. İran'da olan Türklüğüyle Azerbaycan ve Türkiye Türklüğünü kırdırmak için savaş açtılar. Biz de bunların oyununa gelmediğimize göre bugün galip bir millet gibi meydan okuyuruq. Ve bu değerimizi de vermeye bacarmalıyıq. Onlar İran'da Fars faşizmle savaş aparmırdılar. Mövqələrini itirmiş Fars faşizmini yeniden gücləndirmək üçün savaşa girdiler. Şah Palaninin oğlunu gətirdilər, görmürdünüz. Haradasa Türklərin hakları İsrail'den ve Amerika'dan eşittiniz mi? Yok. Haradasa bir Türk sözünü dilə gətirdiklərini eşittiniz mi? Yok. Palanini hakimiyyətə gətirib yeniden Fars faşizmi gücləndirmək uğrunda bir mübarizəyə qoşuldular. O da fiyaskoya uğradı. Məqsəd İran'da güclenen Türklüğün karşısını almak ve eylemək siyasətiydi. İran Türklüğü bunu gördü. Siz elə bilirsiniz ki İran'da olan bürokratiyada ayatollaların ve parlamentdə ve generalların içerisinde dünyanı dərk eden Türk evlatları bəyəm yoxdur. Onlar görmür ki onları məhv eləməyə gəlirlər. Türk olduklarına göre məhv eləməyə gəlirlər. Onlar təşkilatlandırdı İlhan Bey bu savaşı. Türk olduklarına göre öldürülmeye gelen o insanlar milleti ve devleti təşkilatlandırıb onlara karşı tarafa savaşı sert mövqedə nümayiş elətdirdiler. Ve biz bugün Türk gücünün yanında olmalıyıq, yoksa onları məhv eləməyə gelen gücün yanında olmalıyıq İlhan Bey. Bugünkü medya, siyasi partiyalar, Azerbaycan'da söz sahibi olan qüvvələrin çoxsu yanlış yoldaydı. %95'i Azerbaycan'ın məhv aparırdı. Azerbaycan'ın bazı partiya rəhbərləri açıqlama vermişti ki, İran-İsrail savaşı olarsa mən İsrail tərəfdən vuruşmağa hazıram. Budur Azerbaycan, İlhan Bey. Cumhuriyyətdən danışıram mən. Ona göre de savaşın mahiyyətini bilmək lazımdır. Yüksələn Türklüyü məhv eləmək üçün İsrail ve ABD silahlı gücüler, Siyonist gücüler, faşist gücüler o Türklüğe karşı bir savaş açtılar ve məğlub oldular. Tarih belə yazacaq. Ve aynı zamanda elə bir güç formalaştırdılar ki bugün İran Hörmüz boğazının üzerinden dünya dikte eləyir. Budur gerçəklik. Ona göre de Azerbaycan devletinin İran'la olan, yani bugünkü mevcut rejimle olan Pezişkan liderliğinde onlara karşı savaş açılmış Türk gücünün ali prensiplerine əməkdaşlıq edən Azerbaycan devletinin
prezidentinə və Türkiyə Cumhuriyyətinə biz bugün təşəkkür eləməliyik. Biz Türkiyə Cumhuriyyətinə bütövlükdə bir cumhuriyyət kimi təşəkkür eləməliyik. Azərbaycanda İlham Əliyevin şəxsində olan iradəyə təşəkkür eləyirik. Çünki böyük yanlışlıq içərisində olan Azərbaycan Cumhuriyyətində çox saylı institutlar var. Onlardan biri də parlamentimizdir. Məclis üzvlərindən biri Azərbaycanın ali maraqlarını qoruyan bir dənə açıqlama verməyib. İlham bəy, Siyonizmin qucağında olan parlamentin üzvləri arxa qapıda Siyonizmlə görüşlər keçirib, görüntüdə verənməyiblə xalqdan qorxublar. Pedofil gücü Azərbaycan Cumhuriyyətində çox güclü olub, İlham bəy. Bugün də güclüdürlər. Sadəcə kripto güc kimi özlərini güva gizlədirlər ki, güva onları heç kim görmür. Amma dövlət görür. Dövlət ağlı nəyin nə olduğunu bilir. Və kimsə də bu ölkədə at oynada bilməz. Kimsə Siyonizmin, Trump pedofilliyinin, Biden LGBT-çiliyinin Azərbaycanda söz sahibi olmağına imkan verə bilməz. Budur Azərbaycan. Budur Türk gücü. Budur Azərbaycan-Türkiyə birliyi və hədəfimizdə olan Türk ailəsinin perspektivləri. Və bizə verəcək dünya səhnəsində söz sahibi olmaq imkanları.